Salam mərkəzi dostlar, bugünkü videomda mən sizə Bitget'in PHP hissəsi haqqında danışacağam. Bu funksiyanı müzakirə eləyəcəyik. Baxaq görək hansı çatışmamazlıqlar var, hansı yaxşı tərəflər var və həmçinin də Bitget'də olan privat PHP haqqında da sizə məlumat verəcəm ki, hansı ki sizin gələcəkdə PHP əməliyyatlarınızı daha təhlükəsiz etməyə imkan yarada bilər. İndi isə PHP-yə keçid etmək üçün xatırladıram ki, siz sadəcə olaraq Bitget birjasında qeydiyyat keçməz, sanırsınız ki, linki videonun altında var. Və təbii ki, hesabımız olduqdan sonra burada axtarış bölümünə biz PHP yazırıq və gördüyünüz kimi Features bölümündə, yəni Features mənasında, funksiyalar mənasında PHP var burada. Daxil oluruq və baxırıq nələr var, nələr yox. Hal-hazırda bizim ölkə üzrə burada liquid az olduğuna görə, yəni satıcı və alıcı az olduğuna görə spread çox böyükdür, yəni alış və satış arasındakı fərq çox böyükdür. Görürsünüz 1.74 ilə satışdır. Yəni biz ala bilirik, 1.7 ilə biz sata bilirik. Həmçinin 1.69 ilə saymaq olar, çünki burada çox balaca bir məbləğ var. Biz ilk növbədə burada nələrə fikir verməliyik? Birinci növbədə nəzərə alın ki, alış və satış eləyərkən sizə gələn AZN və yaxud sizdən gedən AZN kart öz adınıza olsun və yaxud həmçində sizə AZN göndərəcəksə kimsə, siz USDT satırsınızsa, tutaq ki, Ford 150 kimdirsə, ona USDT satırsınızsa, o sizə hansısa bankdan göndərəndə pulu mütləq şəkildə mesajlaşma bölümündə yazın ki, mənə öz kartından göndər, üçüncü şəxslərdən göndərmə. Üçüncü şəxslərdən bəzən pul gəlməsi problem ola bilər, hansısa oğurluq pul və yaxud hansı itmiş bir pul ola bilər. Ona görə də bu məsələlərdə çox diqqətli olmağı məsləhət görürəm. Baxaq görək başqa burada hansı imkanlar var və həmçinin də, baxın, satış bölümünə keçsək biz, görürük ki, bu vaxtacan 19 dənə order yerinə yetirib, 83%-dir, yəni yerinə yetirmə oranı 83%-dir. Bir dəqiqə ərzində orderi yetirir. Bir dəqiqə ərzində ödəyir, yəni mənasında daşıyır bu. Həmçinin $1330 balansı var, yəni bu qədər ala bilər. Limit $34 manatdan 500 manata qədər ala bilər. Leobank və Unibankdan ala bilər. Gördüyünüz kimi burada Emon və Kapital Bankdan təkcə asılı deyil. Burada yəni banklar çoxdur, görürsünüz. Baxın, bəzi satıcılarda həddindən artıq çox banklar var. Yəni digər birjalar kimi sadəcə olaraq Emon və Kapital deyil. Başqa banklarda var və bu da təbii ki, çox yaxşı tərəflərdən biridir ki, digər banklarda var və biz sadəcə iki bankın ümidinə qalmırıq. Burada satış etmək çox sadədir. Sadəcə olaraq sell düyməsini vurursunuz. Məndə hal-hazırda balansız məncə yetərincə olmayacaq deyənə satış edə bilməyəcəm. Və görürsünüz burada bizim hal-hazırda balans 0 USDT-dir. Biz bura təbii ki, pul qoymalıyıq. Bunun üçün də biz spot balansımızdan, yəni mövcud olan birja balansımızdan əgər nə varımızsa USDT transfer düyməsini vurub, burada gördüyünüz kimi baxın 15 USDT var. Ol düyməsini vursaq biz OTC akkaunt'a köçürdürük. Məhz OTC akkauntdan da biz artıq PHP satışlarını eləyə bilirik və təsdiq edirik. Burada əsas funksiyalardan biri mən istəyirdim ki, göstərim sizə. Baxın görürsünüz, limit bizdə bəs eləmir. $15 düşündüm ki, yəqin ki, bəs eləyər, amma bəs eləmir. Burada minimum $20 12 sent olmalıdır ki, biz satış elə bilərik. Daha balaca orderlər yoxdur burada. Deyəsən, ən balaca orderlərlə $20-dır. Bu hansı ki, 34 manat eləyir. Və həmçinin də burada alış bölümündə də 34, yəni minimum 34-dür. Çox az da order. Yəqin ki, ümid edirəm ki, bu videonun sonra daha çox alıcı və satıcı birjaya maraq göstərər. Order bölümündə biz etdiyimiz orderləri görə bilərik. Hansı orderləri ki, həyata keçirmişik, belə deyək də etmişik. Burada həmçinin tarixçə bölümündə biz son 12 ay ərzində, məsəl üçün, və yaxud son 90 gün ərzində olan orderlərimizə baxa bilərik. Məndə burada orderi yoxdur, çünki mən PHP eləmirəm, ehtiyac duymamışam PHP-yə. Amma burada daha ideal funksiyalardan biri isə, yəni mənim həqiqətən də xoşuma gələn funksiyalardan biri isə, düşünək ki, kiməsə biz USDT satmaq istəyirik, Telegramda, WhatsAppda və yaxud digər bir yerdə yazıb bizə və biz etibar eləmirik ki, bəlkə də, məsəl üçün, biz USDT-ni göndərəndən sonra mənə blok ata bilər. Bunun üçün burada Ads bölümündə biz, baxın, reklam yerləşdirə bilərik, öz elanımızı yerləşdirə bilərik və həmin elanın linkini qarşı tərəfdəki adıma verə bilərik ki, ala bax, verirəm sənə PHP orderdə həqiqətən də və sən alış satışı eləməndən və tam olaraq burada artıq bircə üçüncü şəxs kimi qarant durur. Baxın, burada üstə gəl düyməsi var. Üstə gəl düyməsini vurduqdan sonra baxın, hansı əməliyyatı etmək istədiyimiz burada vacibdir. USDT-ni satırıq və yaxud USDT-ni alırıq, fərqi yoxdur. Və burada həmçinin nəzər eləyin ki, biz privat market yarada bilirik. Çünki public market yaratmaq üçün biz mütləq şəkildə merchant olmalıyıq. Hansının ki, yəni sənədlər zadı, hamısı bunlar lazımdır, çox sənəd lazımdır. Bəlkə də PHP alverçilərinin bir çoxunun burada olmaması səbəbi odur ki, onlar həddindən artıq çox sənəd təqdim eləməlidirlər və bu da təbii ki, Bitget'in yaratdığı təhlükəsiz bir atmosfer belə deyək də yaradır burada ki, gələcək alıcı və satıcı üçün
hansısa bir təhlükə yaranmasın. Gəlin baxaq görək biz satış əməliyyatı necə yerinə yetirə bilərik. Bax, gördüyünüz kimi uşaqlar. Burada biz USDT AZN qarşılığı seçirik. Bu privat reklamdır, yəni privat elandır. Biz bunu yerləşdirib linkin kiməsə verə bilərik ki, ala linkin, alış elə. O da alış eləyəcək, kartınıza pul gələcək. Siz əməliyyatı təsdiq edəcəksiniz. USDT onun Bitget hesabına gedəcək. Floating price var burada, fixed price var. Fixed price eləyirik və məsəl üçün deyirik ki, 1.72 ilə satmaq istəyirik və privat market burada var. Biz əgər T0 qoyuruqsa, adam bizə pulu ödəyəndən sonra artıq USDT onun balansına köçəndən sonra USDT-ni çəkə bilər birjada. Yox, T1, T2, T5 qoyuruqsa, T1 qoysaq, bu adamın balansına USDT köçəcək və o Bitget balansında görəcək. Amma withdraw funksiyası bir gündən sonra açıq olacaq. Bunu tanıdığınız və yaxud bildiyiniz adamsa T0 qoya bilərsiniz. Laf belə şübhəniz varsa T1 qoya bilərsiniz ki, əgər sabahsın pulla hansısa bir problem olsa, siz şikayət edə bilərsiniz. T0 qoya bilərsiniz, T1 də qoya bilərsiniz. Amma məsələ görürəm ki, əgər məsəl üçün satış eləyirsə T0 qoyun getsin, qoy o da rahat USDT-sin hansısa başqa bir bircə və yaxud cüzdanı çəkə bilsin. Next düyməsini vururuq və beləliklə biz artıq burada yazmalıyıq ki, nə qədər satış eləyirik. Burada minimum $19. Mən indi balansı biraz da artırım və videoya davam eləyə bilək. Və dostlar, mən balansı artırdıqdan sonra artıq balansımıza yetərincə var və mən bura $20 yazıram. Məsələn, $20 satmaq istəyirəm. $20 yazıram. Və göstəririk ki, baxın, bir dəfəmlik yoxsa məsəl üçün $15 da ala bilər. Məsəl üçün daha çox qoysaq biz, məsələn yaza bilərik ki, 34 manatlıq alsın, 35 manatlıq, daha böyük məbləğlərdə bu. Məsəl üçün $100 balansınız varsa, qoya bilərsiniz ki, $50 kimsə ala bilsin. Bax, bu deməkdir, yəni bölmək. Biz bölməyəcəyik, biz tam olaraq yazırıq $20 və 34 manat və 34 manat 40 qəpik. Hətta yaza bilər ki, 34-3 yaza bilər ki, tam olaraq, yəni güclü bir fərq olmasın. Həmçində orderi artırırıq. Və gördüyünüz kimi bu hazırdır bizdə. Payment deadline, yəni bu adam orderi açandan sonra neçə dəqiqə ərzində ödəməlidir. Çox ideal bir şeydir ki, 10 dəqiqə. Daha oturub saatlarla kimisə gözləmək lazım deyil. 20 dəqiqə də seçə bilərik, 10 dəqiqə də seçə bilərik. Payment metodlarda da biz seçə bilərik ki, hansı bankla istəyirik. Mən hal-hazırda hansısa bir bankımı əlavə etməmişəm bura. İndi baxacağıq görək necə əlavə eləyirik. Baxın, add bölümünü eləyək və gəlin hansısa bir banka əlavə eləyək. Mən indi burada hansısa bir bank əlavə eləyəcəm. Burada baxın, bank transfer də əlavə eləyə bilərik. Məsəl üçün siyahıda adı olmayan bir bank adı yaza bilərik və yaxud Leobank, Unibank, Azərtürkbank, ABB hansını istəsək. Əgər sizə məsəl üçün kapitaldırsa, tutaq ki, bank transfer seçə bilərsiniz və sadəcə olaraq bank transfer seçəndə burada bank name, məsəl üçün Kapital Bank yazın ki, qarşı tərəf bilsin ki, siz hansı bankla. IBAN əslində bizdə IBAN deyil, bizdə əslində əsasən kart nömrəsi ilə gedir hər şey. Bank branch də həmçinin Kapital Bank yaza bilərsiniz. Və card number-da, baxın, burada kopya eləyib card number-da əlavə eləyə bilərsiniz və beləliklə biz artıq hal-hazırda bir dənə bank hesabımızı əlavə elədik və adı oldu Kapital Bank. Məsəl üçün, artıq burada biz hansı bankla bizə ödəniş eləsin, baxın, burada seçə bilirik Kapital, təsdiq eləyə bilirik və artıq bir bank seçdikdən sonra, next, yəni hansısa bir bankı seçdikdən sonra burada məlumat yaza bilərik. Məsəl üçün, 3-cü şəxsdən ödəniş etmə yaza bilərik. Şəxsdən ödəniş qəbul etmirəm yaza bilərik. Bunu zaten siz privat yaradırsınız. Privat yaratdığınıza görə təbii ki, Telegramda yazdığınız və ya WhatsAppda yazdığınız adama deyə bilərsiniz ki, mənə başqa kartdan pul atmayacaqsan. Bu, yəni mütləq şəkildə bunu gözlə. Bax, burada yaza bilərsiniz ki, sabahsın birja qarşısında da göstərə bilərsiniz ki, mən belə bir şərt qoymuşdum, bu şərti qəbul etməyim. Post düyməsini vururuq. Beləliklə bizim artıq, baxın, bir dənə orderimiz hazırdır və bizim bu orderimiz tam olaraq privat orderdir. Təsdiq eləyirik, privat orderdir. Və biz bunu ümumilikdə heç kəs görmür. Ümumi orderlər olan yerdə heç kəs görmür. Sadəcə olaraq biz burada kopya edib, baxın, kopya edib, linkin götürüb bunun, daha doğrusu share düyməsini vurub üstdən, share düyməsini, baxın, bu belə deyək də kodu verə bilərik, skan eləyib kimsə və yaxud həmçinin də share kod eləyib linki kiməsə ata bilərik ki, və təbii ki, həmin dostunuzun, tanışınızın və yaxud kim olsun fərqi yoxdur, alıcının özünə bu belə deyək də skan eləmək üçün, baxın, bu posteri göndərirsiniz, bu həmin kodu skan eləyir və birbaşa zaten link ona verəcək. Share kod var burada, amma bu kodu götürəndən sonra hara yazmaq lazımdır, bunu bilmirəm. Bu hansısa bir çox axtardım, bunu tapa bilmədim ki, bax, share kod eləyirik, okey, bizə kod verir order üçün, yapışdırdım bura və bunu harda user axtarmalıdır, mən tam olaraq başa çapa bilmədim, bu birjadan tapa bilmədim, kimsə bilirsə yazsın, belə deyək də, komment bölümündə
Biz bunu göndərə bilərik. Bunu skan etdikdən sonra, hansısa bir dost, tanış bunu skan etdikdən sonra təbii ki, bu orderə, yəni birbaşa sizin orderinizə keçid eləyəcək və bu orderi alış eləyə biləcək. Və beləliklə siz artıq ümumi PHP-də order qoymadan tam olaraq privat orderi vasitəsilə tam təhlükəsiz, yəni birjanın 3-cü şəxs qismində iştirak etməsi vasitəsilə PHP-də öz AZN və yaxud USDT-vizi dəyişə bilirsiniz və problem yaşamırsınız. Bax, belə bir maraqlı bir funksiyadır. Həmçinin də bu, belə deyək, ümumən bu birjadan istifadə etmək və maraqlanmaq lazımdır görə necə işləyir. Çünki burada başqa bankların olması çox müsbət bir haldır. Amma mənfi bir hal odur ki, order azdır, likvid azdır. Ümid edirik ki, bu da gələcəkdə düzələcək. Belə dostlar, videonu bəyənib öz fikirlərinizi şərh bölümündə mütləq şəkildə yazın.